28 dekabr 11-ci siniflər üçün keçirilmiş OTK ingilis dili suallarına nəzər yetiririk. Demək, 56-cı sualda baxırıq, nöqtələrdən sonra gələn isim cəmdə olduğuna görə D variantı ümumiyyətlə səhvdir, onunla FU olmalıdır. Digər variantlar düzgündür, hər biri. Sadəcə olaraq cümlənin mənasına görə düzgün cavabımız olacaq A variantı. Deyir ki, bu sənin ən yaxşı nəticən idi. Demək ki, sənin səhvin testdə azdır, daha azdır. Az mənasını verən A variantı olduğu üçün A variantı olacaq. 57-də bizdən ismin düzgün yiyəlik halını istəyir. Hər ikisində apostrof S varsa isim cəmdə olmalı idi. Ona görə bir səhvdir. İkincidə apostrof S-dən sonra ing-li feil gəlib və cümlədə am, is, are digər feil, başqa bir feil olmadığına görə 2 də səhvdir. Düzgün cavabımız olacaq 3 və 4 Y variantı. Demək, apostrof S-dən sonra isim gəlib, sifət sonra isim gəlib və cümləmizin xəbəri də var. Keçirək 58-ci sualda bizdən düzgün isim cərgəsini istəyir. Demək, A variantında o sifət düzəldir. B variantında full sifət düzəldən şəkilçidir. O sifət düzəldən şəkilçidir. Snow, snowy, qarlı deməkdir. Düzgün cavabımız olur Y variantı. 59-da isə bizdən düzgün sifət cərgəsini istəyir. Ancaq ence isim düzəldir. Daha sonra nes isim düzəldir. Dom isim düzəldir. Ancaq ence isim düzəldir. Düzgün cavabımız oldu Y variantı. 60-cı sualda isə bizdən düzgün variantı seçməyimizi istəyir. Morla R hər ikisi bir arada olmaz, səhvdir. Mosla S bir yerdə olmaz, səhvdir. Maçdan sonra müqayisə dərəcəsi olmalı idi. Veridən sonra adi dərəcə gəlməlidir. Düzgün cavabımız qaldı B variantı. 61-ci suala baxırıq. Yenə düzgün variantı istəyir. Baxaq. Birincisi düzdür. 2 so as bağlayıcısı olmur. So olur. Əgər inkar olsaydı 2-ni götürərdik. 3-də zən varsa inaf olmayacaq. İnaf adi dərəcədə işlədilir. 3-də zən varsa mor olmalı idi. Düzgün cavabımız oldu 1, 5, Y variantı. 62-ci suala baxırıq. FU cəm isim olmalı idi. B-də FU cəm isim olmalı idi. A pair of düzgündür. Olar. Corabı bir cüt corab deyə bilərik. A lot of channels cəm olmalı idi. Several books cəm olmalı idi. 63-də bizdən düzgün zamanı istəyir. Ümumiyyətlə baxıram. Before bağlayıcıdan sonra heç vaxt mən gələcəyə qoya bilmərəm. B və C variantlarını birinci çıxıram. Daha sonra D variantında indiki bitmişlə keçmiş bitmiş heç vaxt uzlaşmır. A variantında present perfect-lə past simple-da uzlaşmır. Düzgün cavabımız olur Y variantı. Gələcəklə indiki sadə zaman uzlaşır. 64-də mübtədə xəbər uzlaşmasına aiddir. Baxıram, xəbərin was təkdədir. Firefighters cəmdədir. Ona görə biri çıxıram. Noise təkdir, xəbərim təkdir, 2 düzdür. Slices cəmdir, xəbərim cəmdir, 3 düzdür. Daha sonra 4-cü sualda prepositiondan əvvəl delay təkdir, xəbər cəmdir, 4 səhvdir. Düzgün cavab oldu 2, 3, Y variantı. 65-ə baxıram, xəbərim cəmdir. B variantını çıxıram, tək olmalıdır. C-ni çıxıram, tək olmalıdır. Keçirəm ikinci tərəfə. İkinci tərəfdə isə xəbərim təkdir. Bosun cəm olmalıdır. Olun cəm olmalıdır. Qalır Y variantı. 66-ya baxırıq. Nöqtələrdən sonra gələn children cəm olduğuna görə this, that çıxıram, qalır A və B variantı.
Gəlirəm ikinci tərəfə. Prepositiondan, sözünlərdən sonra obyekt əvəzliyi olar, D yox. Düzgün cavab oldu A variantı. 67-ci suala baxıram. Conversation, mood. Bunlar təkdədir. Person sayılır, təkdədir. Demək ki, good samitlə başlayır. Person samitlə başlayır. Ən işlədilməyəcək qarşısında. Conversation sayıldığına görə mütləq article olmalıydı qarşısında. Düzgün cavab oldu B variantı. 68-ə baxıram. Demək, A variantında has indicative was keçmiş, uzlaşmır. Has indicative made keçmiş, uzlaşmır. Looks indicative had keçmiş, uzlaşmır. Y variantında da looked keçmişdi. Is indicative uzlaşmır. Düzgün cavab oldu D variantı. 69-a baxıram. Apartment sayılır, təkdədir və saitlə başlayır. Ona görə qarşısında ən olmalıdır. A, D, C variantlarına çıxıram. Qalır B və Y variantı. İkinci tərəfdə də advanced yenə saitlə başladığına görə ən işlənəcək olur B variantı. Gəlirəm 70-ə. Susan doesn't mübtəda xəbər uzlaşmasıdır. Susan doesn't olar. Bir düzdür. 2-də Fred have to yox, has to olmalıydı. Several fish cəmdədir, were olar. Apostrof S-dən sonra gələn isim cəmdir, xəbər təkdir, 4-ü çıxıram. Boss and-in isə xəbəri cəm olur, cəmdir. Ona görə düzgün variant oldu 1, 3, 5, B variantı. Daha sonra gəldik 71-ə. Demək, innovation yenilik, ideya deməkdir, olacaq. Bir dəqiqə variantlara baxaq. 1-ə olacaq C variantı. Bir şeyi çox istəmək, arzulamaq deməkdir. Sonra 3-ə olacaq B variantı. 2-də də olacaq A variantı. Düzgün cavabımız oldu B.